Demək qapıdan çıxırdıq. Bir gözəl hava var idi, isti, qəşəng, günəş çıxıb. Qapıdan çıxdıq, yağış başladı. Bir yandan gün çıxıb, bir yandan yağış yağır. Özdə necə yağış? İri-iri dənələrlə. Yaxşı ki, maşında zontikimiz var. Salam, hər vaxtınız xeyir olsun. Əsmanı gətirdim məktəbə. İnanırsınız ki, giyinmişik, hazırlanmışıq. Evdən çıxırıq, elə gözəl hava var, yəni günəşli, isti bir hava. Qapıdan çıxdığımız yerdə iri-iri yağış başladı. Fikirləşdim ki, yağıb yanar da, yəni yay yağışı, yaz yağışıdır. Məktəbə çatdım, baxıram gələn uşaqlara, hamısı suyun içində. Yəqin ki, onlar da evdən çıxandan sonra yağışa düşüblər. Yəni bilinir ki, hazırlıqsız, belə deyim də, yakalanıblar yağışa. Mən adətən gələndə, görəndə ki, hava soyuqdur, nə bilim, yağışdır, qardır, elə olanda yolumun üstündə olan uşaqları götürürəm. Biz bir təhər bu yağışı yola verdik, amma piyada gələn uşaqlar hamısı suyun içində idi. Valideynlərin çoxu məktəbin qarşısında gözləyirdi ki, yağış kəssin, sonra getsin təbibə. İndi kəsib biraz, ara bir dən atır, amma sakitləşdi. Əsma da məni fikirləşir, onun kurtkasının kapşonu var. Zontiki verib mənə ki, ana ala sən tut, İstanbul. Mənim papağım var. Bugün çatdırılmalı olan sifarişlərim var. Hansı ki, onları poçta verməliyəm. Bir-iki xırda işi qalıb, onları həll edeyim. Daha sonra aparıb, yəqin ki, Əsmanı götürəndən sonra məktəbdən gedərəm poçta. Onu verərəm poçta. Gədəbəyə gedəcək inşallah. Sonra bu həftə anamın ad günüdür, 9 may. Anamın ad günü üçün onun bir bəyəndiyi bir dəst var idi. Onu düşünürəm ki, hazırlayım. İnşallah ki, çatdıraram ayın 9-una. Bugün bu məhsulları paketləyib poçtaya göndərməliyəm. Amma göndərməzdən əvvəl düşündüm ki, çəkilişini də edim. Həm TikTok üçün, həm də Instagram üçün bir neçə kadr çəkdim. Çünki hazır olub gedəndən sonra artıq o an geri qayıtmır. Mən də istəyirəm ki, hər mərhələsi yadda qalsın. Daha sonra yenidən hamısını səliqə ilə ütüləyəcəm, qatlayacağım, paketləyəcəm və aparacağım poçta. Qəribəsi də odur ki, bu işlərin hamısı mənim gözümün qabağında başlayıb bitir. Kəsirəm, tikirəm, düzəldirəm. Yenidən baxıram ki, hər şey qaydasında olsun. Bəzən fikirləşirəm bir məhsulun arxasında nə qədər xırda detal var imiş əslində. İnsan sadəcə hazır halını görür, amma onun arxasında saatlarla əməyin, yorğunluğun olduğunu fikirləşmir. Bir parçanın gözünün qabağında hazır məhsula çevrilməsi, yəni çox başqa bir hissdir. Çünki hər detalında öz əl əməyin olur. Bu işi sevməsəm, yəqin bunların heç birini belə həvəslə etməzdim. Və işin ən gülməli tərəfi də odur ki, burada hər şeyi özüm edirəm. Parçanı seçən də mənəm, tikən də mənəm, çəkilişi edən də mənəm, paketləyən də mənəm. Hətta kuryer də yenə özüm oluram. İndi də hazır paketləri götürüb poçta aparmağa gedirəm.
Məhsulları nəhayət poçta çatdırdım, amma bu dəfə poçta həqiqətən çox gözlədim. Hətta evdən çıxanda vaxtı xüsusi hesablamışdım ki, fasilə saatına düşməyim. Çünki burada 1-dən 2-yə qədər fasilə olur. Mən də 2-yə qalmış evdən çıxdım. Rahat olar deyə düşündüm, amma görünür hamı mənim kimi düşünübmüş. İçəri girəndə adam əlindən tərpənmək olmurdu. Çox sıxlıq idi və həddindən artıq çox gözləməli oldum. Amma nə qədər yorucu olsa da paketləri təhvil verəndə içim rahatlayır. Çünki düşünürəm ki, günlərlə işlədiyim, hazırladığım məhsullar artıq sahibinə doğru yoldadır. Sonra evə qayıdanda yenə yolun üstündə həmişə gələn o kənd məhsulları satan maşın var idi. Buraya həftənin müəyyən günləri rayonlardan məhsul gətirirlər. Mən də imkan olduqca oradan nəsə almağa çalışıram. Çünki məhsullar həqiqətən çox yaxşı və seçilmiş olur. Həm dadı fərqli olur, həm də hər şey daha təzə görünür. Bir tərəfdən də mənə elə gəlir ki, belə insanlara dəstək olmaq lazımdır. Düzdür, marketdə də hər şey var. İstəsən gedib rahat şəkildə oradan da ala bilərsən. Amma bu cür insanlar səhər tezdən durub məhsulunu gətirir, saatlarla orada dayanır, zəhmət çəkir. Ona görə də çalışıram rastıma çıxanda evə lazım olan meyvə tərəvəzi oradan alım. Məncə belə şeylər çox dəyərlidir. Həm məhsul yaxşı olur, həm də insanın içi rahat olur. Bu dəfə də bir neçə şey aldım. Salyan pomidoru var idi. Məncə ilin bu vaxtı ən dadlı pomidor da elə odur. Dadında tamam başqa bir dad olur. Mən çox bəyənirəm. Biber aldım, göyərti aldım, keşniş, süd, göy soğan. Bir də bu dəfə ilk dəfə olaraq camış qatığı və inək qatığı aldım. Normalda qatığı oradan almamışdım heç. Dedim bir yoxluyum, görüm necədir. Əgər yaxşı olsa, yəqin bundan sonra hər dəfə oradan alacağım. Salat hazırlayacağım. Onun üçün də lazım olan ərzaqları aldım. Açığı bu salatın xüsusi bir adı yoxdur. Hətta istəyirsinizsə birlikdə bir ad da tapa bilərik. Çünki mən bu salatı tam özümə uyğun hazırlayıram. İçərisində çox ərzaq olmur. Amma inanılmaz dərəcədə ləzzətli olur. Artıq neçə dəfə ad günlərində, qonaqlıqda hazırlamışam və hər dəfə mütləq kimsə yaxınlaşıb soruşur ki, bunun içində nə var? Hətta adı nədir bu salatın? Mən də qalıram belə ki, axı bunun adı yoxdur. Deyirəm özüm hazırlayıram sadəcə. Buna bənzər salatlar çoxdur. Amma mən bildiyim qədərilə tam bu tərkibdə olanı yoxdur. Ona görə də məncə ən yaxşı tərəfi də elə budur, biraz fərqli olması. Həqiqətən imkanınız olsa bir dəfə yoxlayın. Çünki bilirəm ki, siz də hazırlayandan sonra mütləq kimsə reseptini soruşacaq. Çox sadə görünür, amma dadı heç də sadə deyil. Son vaxtlar özümdə bir şey hiss etmişəm. Nə vaxt yemək hazırlayıram, hiss edirəm. Ümumiyyətlə, hər hansı iş görürəmsə, mütləq nəyəsə baxmalı oluram. Səssizlikdə işləyə bilmirəm nədənsə. Bu aralarda yenidən Feriha serialına başlamışam. Düzdür, əvvəllər baxmışdım bu seriala, amma artıq çox şeyi unutmuşam. Dedim, bir başlayayım yenidən baxmağa və indi artıq 17-ci bölümdəyəm. Qərbəsi də odur ki, baxdıqca adam istər-istəməz həmin illərə qayıdır. O vaxtki hisslər, o vaxtki günlər biraz nostalji kimi olur. İndi yenidən həmin o maraqla baxıram. Həm də arada özümü illər əvvəlki günlərdə hiss edirəm. Bu salata lazım olan ərzaqları da deyim sizə. Duzlu xiyar, kartof, yer kökü, yumurta və toyuğun sinə hissəsi lazımdır və mayonez, duz. Bu salatı ən ləzzətli edən hissə duzlu xiyarla sinə ətinin olmasıdır. Duzlu xiyarın çox olması və sinə ətinin çox olması bu salatı xüsusi bir ləzzətli edir.
Bu pişiyə də o qədər ürəyim ağrıyır. Baxın, bu ayağı kəsilibdi ya, onu yerə qoymur da o. Həmişə qoyur qabaq pəncəsinin üzərinə. Elə yoxsa ona ağrıdır. Yerə qoya bilmir. Bilmirəm hissiyatlıdır, nədirsə. O ayağını yerə qoya bilmir. Adını çirkin qoymuşuq. Üzərinin naxışlarına görə çirkin qoymuşuq adı. Sirkliydi də elə. Hə. Özüm üçün belə sport dərs tikirdim. Amma yay gəldi çatdı. Yəni mən bunu tikib hazırlaya bilmədim, geyinə də bilmədim. Dedim amma ən azından sizə göstərim. Demək belə bir sport dəsti idi. Qol hissələri reqlandı. Bu formada, yəni enli salaş bir dəstidir, belə deyim. Burada da belə bunun zamoku olacaqdı. Qismət olmadı. Qaldı gələn inşallah payıza, qışa. Belə bir kapşonum var idi. Bunu da yəni hazırlaya bilmədim. Qollarını göstərim sizə. Bu formada. Ətək hissələri də belə. Sonra belə bir şalvarı var idi. Sevirəm belə indi geyməyi. Tərz olaraq, düzdür, məni kilolu göstərir. Olduğumdan kilolu göstərir. Amma nədənsə sevirəm indi geyməyi. Xoşlayıram. Bu da belə şalvar idi, tikmişəm. Düzdür, şalvarını bir dəfə geymək qismət oldu, amma üstü hazır olmadığına görə çox da geyib köhnətmək istəmədim. Çünki yusam artıq rəng fərqi olacaq, rəngi açıldıqca digərindən fərqlənəcək. Ona görə də çox geymədim. Dedim inşallah bu payız, bu qış hazır edib geyinərəm. Bir də bunun qarasını tikmişəm. Qarasında çox cüzi dəyişiklik eləmişəm. İndi onu da göstərəcəm sizə. Bu da qarasıdır. Bu biraz fərqlidir. Cibləri var ön hissədə. Cibləri var ön hissədə. Reglandı. Qollar belə. Kapşonu biraz belə yuxarıya qədərdir, çəniyə qədər. Buradan da belə yeri var ip salmaq üçün. İpi çıxıb hazırda. Bunu çünki çox giymişəm. Bu qış demək olar ki, günüm bu dəstə keçir. Bu da şalvarıdır. Şalvarının bunu burada ön hissədə belə tikiş dartmışam. Qəşəng görünür əyində. Belə. Bu da belə bel hissəsidir. Bilmirəm, oradan qara rəngdə necə görünür. Tikişlərini göstərim sizə. Nə isə tikirəmsə, istəyirəm ki, yəni o alınmadan seçilməsin də. Bilinməsin ki, yəni mən bu tikilib, yəni bunu hər hansısa bir dərzi əlində tikib. Yəni birə-bir satışda olandan eyni formada tikməliyəm də onu hökmən. Əgər başqa bir cür alınsa, mən onu artıq geymirəm. Belə. Əslində çox, belə deyim də, geyimlər tikmişəm. Sadəcə olaraq hazırda əlimdə olanlar budur. Amma inşallah istəyirəm ki, özüm üçün köynək tikim. Əsma üçün don tikmək istəyirəm. Bunları tikəndə sizinlə paylaşacağım. Həm tikməyimi, həm sonda hazır olan vəziyyətini tikərəm. Hazır olandan sonra da inşallah bir yerdə baxarıq. Amma tikdiyim geyimlər ki var, şəkillərini çəkmişəm. Onlardan bir neçəsini indi qoyacağım bu videoya, baxarsınız. Belə, bugünlük də bu qədər olsun. İnşallah yeni vloglarda, maraqlı vloglarda görüşərik. Sağ olun, Allah'a emanet olun.